Bu adam 30 ildir ki, sirri açılmayan təyyarə oğurluğu ilə yadda qalıb. 24 noyabr 1971-ci ildə Boeing 727-51 Portnettdən Seattle-ya uçuş etməli idi. Sərnişinlər arasında dünyaya səs salacaq Dan Cooper də uçurdu və o, axır sıralarda 18-ci yerdə əyləşmişdi. Təyyarənin havaya qalxmasından 8 dəqiqə sonra Cooper stüardessa Florence Shefflerə məktub verir. Florence düşünür ki, sərnişin ona tanış olmaq üçün məktub verir və o məktubu cibinə qoyur. Cooper pıçıltı ilə ona deyir: "Xanım, yaxşısı budur ki, siz o məktubu oxuyasınız. Çantamda bomba var." Məktubda isə belə yazılmışdı: "Mənim çantamda bomba var. Lazım olsa, mən onu işə salacağam. Mənə yaxın olun. Təyyarə mənim əlimdədir." Məktubda Cooper hər biri $20 əskinaslar olmaqla $200.000 və 2 paraşüt tələb edirdi. Biləndə ki, stüardessa bu yazılanlara ciddi yanaşmır, o çantanı açır və bombanı ona göstərir. O bildirir ki, mənim tələblərimi yerinə yetirməmiş təyyarə aeroporta enməsin. FBI Cooper'in dediyi ilə razılaşır. 17-24 radələrində xəbər verilir ki, hər şey hazırdır. 17:39-da Cooper təyyarənin enməsinə razılıq verir. Pilotlardan bütün işıqları söndürməyi tələb edir. Səbəbi isə snayperlərin onu vura bilməməsi idi.